2026-cı ildə müəllimlərin işə qəbulu və sertifikasiya imtahanında iştirak edəcək müəllimlərimizin nəzərinə. Bu videodan etibarən sizlərə istər Azərbaycan, istərsə də ümumi tarixdən bütün mövzuların ardıcıl şəkildə izahlarını paylaşacağam ki, ilk mövzu izahımız videonun başlığından da məlum olduğu kimi ibtidai icma quruluşudur. Bu mövzu yenilənmiş 6-cı sinif Azərbaycan tarixi dərsliyinə əsasən hazırlanmışdır. Digər Azərbaycan tarixi üzrə yenilənən mövzu izahları da kanalımızda paylaşılacaq. Ümumilikdə bütün mövzu izahları sizlərə təqdim olunacaq. İstər test izahları, istər imtahanlarda qarşınıza çıxa biləcək sual tipləri, mövzular, məsələlərlə bağlı sizlərə məlumat paylaşacağam. Ona görə də bütün videolardan anındaca xəbərdar olmaq üçün və istədiyiniz izahı kanalda rahatlıqla axtarıb tapa biləcəyiniz üçün kanala abunə olun, video bəyənməyi unutmayın ki, növbəti izahlarımızdan anındaca xəbərdar olasınız. İbtidai icma quruluşu tarixin ilkin inkişaf mərhələsidir ki, məhz ibtidai icma quruluşu istifadə olunan əmək alətlərinə görə 3 dövrə bölünür: daş, tunç və dəmir dövrləri. Azərbaycan da ilk insanların yaşadığı, məskunlaşdığı ərazilərdən biri olmuşdur ki, əlverişli təbii coğrafi mövqeyimiz, təbiətimiz buna imkan yaratmışdır. Vaxt itkisi olmasın deyə müəyyən məlumatları burada sizlər üçün qeyd eləmişəm. Belə ki, Qarabağda Azıq Tağlar mağarası, Kəlbəcərdə Zar mağarası, Mingəçevirdə Qaraca mağarası düşərgəsi, həmçinin Lerikdə Büzeyir, Naxçıvanda Qazma və Qazaxda Daşsalahlı Damcılı mağaraları Azərbaycanda qədim daş dövrünün ilk insanların məskunlaşdığı məhz mağaralar, yerlər hesab olunur. Gəlin biz sizlərə daş dövründən danışaq. Məhz daş dövrü bölünür özü-özlüyündə 3 dövrə, hansı ki bunlar qədim daş dövrü paleolit, orta daş dövrü mezolit, mən qısa yazacağam burada, yeni daş dövrü neolit hesab olunur. Daş dövrü ilə tunç dövrünün arasındakı keçid mərhələsi isə eneolit dövrü, yəni mis daş dövrü hesab olunur. Bütün dövrlərdən danışacağam. Səbirlə videonu sona qədər diqqətlə dinləməyə çalışaq. Paleolit dövründən danışaq. Paleolitin özü biz əvvəlki keçən ilki dərsliklərdə görürük ki, 3 dövrə bölünürdü. Alt, orta, üst. Artıq o anlayışları unuduruq. Paleolitin ilkin mərhələsindən danışım sizlərə. Paleolitin ilkin mərhələsi məhz başlayır ilk insanın meydana gəlməsi ilə. İlk insan tipi adlanır bacarıqlı insan. Bacarıqlı insana dünyada rast gəlinibdir. Şərqi Afrikada, Kenyada, hansı ki bax bu yeni əlavə olunan məsələdir. Kenyada Turkana gölü ətrafında rast gəlinmişdir. 1994-2006-cı illərdə aparılan araşdırmalar zamanı. Azərbaycanda isə ilk insan qalıqlarına rast gəlinmişdir. Məhz ötən əsrin 60-cı illərində aparılan tədqiqatlardan sonra. Bu məhz Xocavənddə yerləşən Azıq mağarasıdır. Xocavənddə yerləşən Azıq mağarasındakı mədəniyyət həmçinin Quruçay mədəniyyəti də adlanır. Burada da araşdırma aparan alim olubdur Məmmədəli Hüseynov. Azıq mağarası Azərbaycanda ilk insan düşərgəsi hesab olunur. Buradan 350-400 mil bundan əvvələ aid qədim insanın alt çənə sümüyü aşkar olunmuşdur. Əlavə olaraq tikili qalıqlara rast gəlinmişdir. Çobud çay daşlarından hazırlanan əmək alətlərinə rast gəlinmişdir. Ocaq izlərinə rast gəlinmişdir və ayı kəlləsinə rast gəlinmişdir. Ayı kəlləsini burada qeyd eləməyimiz mühümdür. Çünki həmən o ayı kəlləsinin üzərində olan cizgilər alimlərə öyrənməyə imkan yaratmışdır ki, məhz paleolit dövrünün ilkin mərhələsində bacarıqlı insanın ilkin dini təsəvvürlərə və sadə incəsənətlə məşğul olduğuna dair bir işarədir. Deməli, incəsənətlə məşğul olurdu, sadə dini təsəvvürlərə malik idi bacarıqlı insan. Bacarıqlı insanın şuuru yoxdur, səsli nitqi yoxdur. Bacarıqlı insan ovçuluq və yığıcılıqla məşğul olur. Ovçuluq meydana gəlibdir paleolitin ilkin mərhələsində, qədim daş dövrünün ilk mərhələsində. Ovçuluqla, yığıcılıqla məşğul olurdular deyə, bax bu təsərrüfat sahəsi adlanırdı. Ovçuluq və yığıcılıqla məşğul olduqlarına görə, təbiətdən hazır məhsulları əldə elədiklərinə görə buna biz deyirik mənimsəmə təsərrüfatı. Testlərdə bir də qarşımıza çıxır bu istehlak təsərrüfatı deyə. Yəni bunlar eyni mənaya gəlir. Mənimsəmə və ya istehlak. Eyni anlayış deməkdir. Demək, bacarıqlı insanın yaşadığı insan kollektivinə biz deyirik ulu icma. Deməli, ulu icmada qohumluq anlayışı yoxdur. Ulu icmada insanların bir araya gəlməsinə səbəb olan amillər, onların vəhşi heyvanlardan qorunmaq istəyi, birgə ovlanmaq istəyi və odun ətrafında birgə qızınmaq üçün bacarıqlı insanlar ulu icmada toplanırdılar. Körtəbii şəkildə idi, tez-tez dağılırdı.
Bu paleolitin ilkin mərhələsindən bağlı olan məlumatlarımız idi. Gəlin keçək paleolitin növbəti mərhələsinə. Paleolitin növbəti mərhələsində görək hansı dəyişikliklər olubdur. Paleolitin növbəti mərhələsində yeni bir insan tipi yaranır. Bacarıqlı insan Neandertal ilə əvəz olunur. Neandertal insan bacarıqlı insan kimi ulu icmada yaşayırdı. Onun da insan kollektivi ulu icma idi. Yəni tez-tez dağılan bax bu ulu icmada. Bacarıqlı insan kimi Neandertal insan da demək ovçuluq və yığıcılıqla məşğul olurdu və Azərbaycanda bacarıqlı insanın qalıqlarına dedik rast gəlindi. Quruçay mədəniyyətindən Xocavənddəki Azıq mağarasından. Neandertal insana isə rast gəlinibdi Azərbaycanda Urmiya gölü ətrafında aparılan araşdırmalar zamanı orada Tamtama mağarasından. Bax bu da yeni əlavə olunan bir məsələdir. Paleolitin növbəti mərhələsində insanlar iti uclu alətlərdən istifadə etməyə başladılar. Daşlar artıq iti uclu idi. Paleolit dövrünün ilkin mərhələsində isə biz qeyd elədik orada çapacaqdan istifadə edirdilər. Deməli çapacaqdan istifadə olunması paleolitin ilkin mərhələsini inkişaf elədi. Vaxta təsadüf eləyir. İti uclu alətlər isə paleolitin növbəti mərhələsinə təsadüf eləyir. Keçək biz deməli paleolitin digər bir mərhələsinə. Onu da bax buradan qeyd edirəm. O paleolitin son mərhələsidir və bu dövr eradan əvvəl 35-12-ci minillikləri əhatə eləyir. Artıq yeni insan tipi meydana gəlir. Bu ağıllı insan idi. Ağıllı insan bildiyiniz kimi Homo sapiens də adlanır. Homo sapiens də adlanır ağıllı insan. O bacarıqlı və Neandertal insan kimi ulu icmada yox, məhz ağıllı insanın formalaşdığı dövrdə qəbilə icması yaranır. Qəbilə icması bir digər adı ilə testlərdə qarşımıza çıxır. Nəsli icma adı ilə. Qəbiləni idarə eləyirdi qadın, yəni nəsli icmada əsas söz sahibi qadın idi. Qadın da məhz əsas söz sahibi olmaqla yanaşı, deməli paleolitin son mərhələsindən başlayan məhz qəbilə quruluşu, yəni ana xaqanlığı dövrü Azərbaycanda davam eləyibdi erkən tunç dövrünə qədər. Deməli ana xaqanlığı mövcud oldu paleolit, mezolit, neolit və eneolit dövrlərində. Bax bu dövrlərdə qəbilə quruluşu, nəsli icma, ana xaqanlığı mövcud oldu. Qadının qəbilədəki funksiyasına gəldikdə isə odu qoruyub saxlayırdı, uşaqlara baxırdı, meyvə toplayırdı, yığıcılıqla məşğul olurdu. Paleolit mərhələsindən bağlı bu məlumatları sizə bildirdim. İndi isə gəlin keçək mezolit dövrünə, yəni orta daş dövrünə. Mezolit dövrü Azərbaycanda eramızdan əvvəl 12-8-ci minillikləri əhatə eləyir. Mezolit dövründə iqlim mülayimləşmişdi. Mezolit dövründə ən böyük ixtiralardan biri hesab olunur ox və kaman. Ox və kamanın ixtirası insanlara təhlükəsiz ov üçün imkan yaratmış, heyvanları daha uzaq məsafədən ovlaya bilmişlər. Mezolit dövründə baş verən ən önəmli yeniliklərdən bir digərləri isə ibtidai əkinçiliyin və maldarlığın meydana gəlməsi idi. Əkinçiliyin və maldarlığın meydana gəlməsi, ibtidai heyvandarlığın əsasının qoyulması nəticəsində də bayaq danışdığımız istehlak, yəni mənimsəmə təsərrüfatı bu dövrdə də davam eləyir. Amma istehsal təsərrüfatına keçidin əsası qoyulur. Deməli, mezolitdə istehsala keçidin əsası qoyuldu. Çünki birazdan danışacağımız neolit dövründə istehsal təsərrüfatı tam olaraq formalaşıb başa çatır. Və bu dövrdən etibarən insanlar başlayırlar heyvanların əhəlləşdirilməsinə. Heyvanların əhəlləşdirilməsi də məhz bu dövrdə başlamışdır. Ümumilikdə dini təsəvvürlərdə də dəyişiklik olmuş. Məhz mezolit dövründə insanlar dəfn elədikləri yaxınlarının yanına məişət əşyaları qoyurdular. Azərbaycanda hər bir dövrü xüsusi abidələr, düşərgələr əsasında öyrəniblər. Mezolit dövrünü isə Azərbaycanda məhz Qobustan abidələri əsasında alimlər tədqiq eləmişlər. İlk dəfə bax burada 1939-cu ildə İshak Cəfərzadə araşdırma aparır. Onun araşdırmalarından sonra məhz orada 6000-dən çox şəkilə rast gəlinmişdi. 1966-cı ildə Azərbaycan SSR dövründə bədii qoruğa çevrilmişdir. 2007-ci ildə isə UNESCO-nun mədəni irs siyahısına demək daxil edilmişdir Qobustan abidələri. Mezolit dövründən bağlı bunları qeyd elədikdən sonra gəlin sizinlə keçid eləyək Neolit dövrünə. Neolit dövrü, yəni yeni daş dövrü eradan əvvəl 8-ci, 6-cı minillikləri əhatə eləyir. Məhz bu dövrdə Azərbaycanda istehsal təsərrüfatının formalaşması başa çatdı. Neolit yeni daş dövründə, mezolit dövründə yaranan əkinçilik və maldarlıq əsas məşğuliyyət sahəsinə çevrildi. Yenə bax bu dövrdən olan heyvanların əhəlləşdirilməsi prosesi davam elədi.
Yenə bu dövrdə olduğu kimi neolit dövründə də ana xaqanlığı, qəbilə quruluşu öz mövcudluğunu davam elətdirirdi. Ən böyük dəyişikliklərdən biri insanlar oturaq həyata keçid elədilər. İnsanların oturaq həyata keçid etməsi nəticəsində isə yeni peşələr, yeni sənətlər meydana gəldi. Sənətlər demək daha doğrusu, çünki elə neolit dövründə sənətkarlıq meydana gəlir. Sənətkarlıqdan başqa toxuculuğun inkişaf elədiyinə şahid oluruq. Daş işləmə, dəri işləmə sənətləri inkişaf eləyir, yaranır daha doğrusu. Sənətkarlığın yaranması insanların gündəlik həyatına böyük təsir göstərir. Artıq onlar qədim daş dövründə olduğu kimi, bax bu dövrdə ovçuluqla, yığıcılıqla daha çox məşğul olmaq əvəzinə dedik ki, onların əsas qida mənbəyi olmuşdu əkinçilik, maldarlıq, istehsal təsərrüfatının formalaşması başa çatmışdı. Qadın öz üstünlüyünü qoruyub saxlayırdı və əkinçi tayfalar, daha doğrusu tayfa deməyək, əkincilər məhz torpağı toxa ilə yumşaldırdılar, oraqdan istifadə edirdilər. Deməli, toxadır, oraqdır. Bax, təsadüf eləyir neolit dövrünə, 8-6-cı minilliklərə Azərbaycanda. Enolit dövrünü, daha doğrusu mezolit dövrünü biz Qobustan abidələri əsasında, neolit dövrünü isə Tovuzdan, Göytəpə, Ağcabəddə, Kamiltəpə, demək yaşayış yerləri əsasında alimlər tədqiq ediblər. İndi isə gəlin keçid edək mis daş dövrünə. Daş dövrü ilə Tunc dövrünün arasındakı keçid mərhələsinə, eneolit dövrünə. Bu dövrlə bağlı nələri nəzərinizə çatdıra bilərəm? Eradan əvvəl 6-4-cü minilliklərə əhatə edilibdi. Mis daş dövründə məhz ilk metal kəşf olunur ki, bu mis olur. Artıq həmən dövrün ustaları misdən istifadə edərək yeni əmək alətləri hazırladılar. Əkinçilik və maldarlıq qeyd etdiyimiz kimi neolitdən etibarən bu dövrdə də əsas demək sahə idi, əsas qida mənbəyi idi insanların gündəlik həyatında və buna görə də ovçuluq, yığıcılıq artıq ikinci dərəcəli məşğuliyyət sahəsinə çevrilir. Sənətkarlıq bu dövrdə daha da inkişaf eləyir. Bu arada burada qeyd eləməmişəm, o yadıma düşmüşkən deyim, qaşovvari demək bıçaqlardan istifadə eləyirdilər gündəlik həyatda. İnsanlar məhz ictimai həyatından bağlı qeyd eləyə bilərəm ki, dairəvi evlər tikməyə başladılar. Dairəvi evlər əsasən çay kənarlarında, su hövzələrinə yaxın yerlərdə inşa eləyirdilər. Qadın hələ də öz mövqeyini qoruyub saxlayırdı. Cəmiyyətdə üstün idi. Hətta bu dövrdə qadın heykəllərinə rast gəlinmişdir. Yəni ana xaqanlığının davam elədiyi dövrdür. Artıq Tuncdan etibarən ana xaqanlığı bitir. Qəbilə quruluşu yenə də davam eləyir. Məhz Azərbaycanda Əli Köməktepe, Cəlilabadakı Əli Köməktepe yaşayış yerindən aşkar olunubdur. Enolitə dair məlumatlar, tədqiqatlar orada aparılıbdır. Yeniliklərdən biri məhz saxsı qablar xüsusi kürələrdə bişirilirdi. Qabların üzərinə naxışlar vururdular. Bax, bu da demək enolit dövrünün yeniliklərindən biri idi. Toxuculuq bu dövrdə daha da inkişaf eləyir. Toxuculuğun inkişaf eləməsinin səbəbi isə qoyunçuluğun inkişafı ilə əlaqədar idi. Deməli, bax, bu da yenilikdir. Qoyunçuluğun inkişafı toxuculuğa da təsir göstərir. Sənətkarlıq insanların həyatında qeyd etdiyim kimi mühüm yer tutur. Bu dövrdə də dini dünya görüşlərində dəyişikliklər baş verir. Onlar öz yaxınlarını dəfn eləyərkən evlərin arasında və ya evlərin içərisində dəfn eləyirdilər öz yaxınlarını. Enolit dövrünə aiddir. Ön Asiyadakı xalqlarla, mədəniyyətlərlə əlaqə saxlayırdı Azərbaycandakı demək əhali. Bax, bu dövrdə. İndi isə gəlin keçid eləyək Tunc dövründən bağlı sizə məlumat verməyə. Erkən Tunc dövrü Azərbaycanda eradan əvvəl 4-cü-3-cü minilliklərə əhatə eləyir. Kür-Araz mədəniyyəti kimi də tanınır. Erkən Tunc dövründə ana xaqanlığı süquta uğramış, qəbiləni tayfalar əvəz eləmişdi. Tayfalar necə yaranır? Bir neçə qohum qəbilə birləşir və tayfa meydana gəlir. Qəbiləni qadın idarə eləyirdi, tayfanı isə kişilər idarə eləyirdi. Ana xaqanlığı ata xaqanlığından əvəz olunur. Buna da təsir göstərən əsas məsələlərdən biri artıq daha ağır fiziki əmək tələb eləyən sahələrin yaranması idi. Çünki bu dövrdə əkinçiliyin, maldarlığın inkişafı buna təsir göstərir. İnsanların ictimai həyatından bağlı qeyd eləmək olar ki, enolit dövründə olduğu kimi bu dövrdə də onlar məhz dairəvi evlərdə yaşamağa davam edirdilər. Amma bu dövrdə tikilən evlər enolitə nisbətən daha dayanıqlı, daha möhkəm idi. Ətrafı müdafiə sədlərindən demək qorunurdu müdafiə olunması üçün. Bu dövrdə insanlar dağlıq və dağətəyi bölgələrdə məskunlaşdılar. Bu maldarlığın inkişaf etməsi ilə əlaqədar idi. Çünki maldar tayfalar tez-tez yerini dəyişirdilər. Yayda yaylaqda, qışda qışlaqda olurdular. Bu da onların əkinçilərdən ayrılmasına və birinci ictimai əmək bölgüsünün baş verməsinə gətirib çıxartdı. Deməli, birinci ictimai əmək bölgüsü nədir? Əkinçilərin
maldarların bir-birindən ayrılması idi. Çünki əkinçilər oturaq həyat tərzi keçirdiyinə görə, torpağı demək xışla yumşaltdığına görə, onlar daha çox suvarma kanallarına yaxın ərazilərdə yaşadıqlarına, lakin maldar tayfalar isə tez-tez yer dəyişmək məcburiyyətində qaldığı üçün, otlaq sahələri axtardığı üçün maldarlar əkinçilərdən ayrıldı. Sizə dedim ki, xışdan istifadə olunur. Belə ki, artıq toxa xışla əvəz olunur. Deməli, toxadan istifadə olunmuşdu. Hansı dövrlərdə yadımıza salaq? Neolit və enolitdə toxadan istifadə olundu. Erkən Tunc dövründən etibarən isə ibtidai icma quruluşu cəmiyyətində xışdan istifadə olunur. Bu dövrdə mezolitdə biz heyvanların əhəlləşdirilməsini görmüşdük. Neolitdə var idi, enolitdə var idi. Yeniliyə əsasən erkən Tunc dövründə də yeni heyvan növləri əhəlləşdirilirdi. İnsanların həyatında at mühüm yer tuturdu. Atdan qoşqu, minik vasitəsi kimi daha doğrusu istifadə edirdilər. Bu da onların köç prosesini, bir yerdən başqa yerə köçməsini də asanlaşdırırdı. Enolit dövründə olduğu kimi bu dövrdə də sənətkarlıq inkişaf eləyir, qabları üzərinə naxışlar vururdular. Və bir yeniliyi də qeyd edeyim, bu dövrdə duluz çarxları meydana gəlir. Deməli, duluzçuluq yarandı Neolitdə. Duluz çarxları yarandı Erkən Tuncda və Tuncun son mərhələsində isə ayaqla hərəkətlənən duluz çarxlarından istifadə olunacaq. Başqa sizə hansı yeniliyi qeyd edə bilərəm? Süni suvarmadan istifadə olunmağa başlandı Erkən Tuncdan etibarən. Birinci ictimai əmək bölgüsü baş verdi. Atdan minik qoşqu vasitəsi kimi istifadə olundu. Yeni heyvanların əhəlləşdirilməsi davam edirdi. Küraraz mədəniyyəti adlanırdı. Tayfa mövcud olmuşdu. Tayfalar yaranmağa başlayır və ən əsası əmlak və sosial bərabərsizlik meydana gəlir. Bax, Erkən Tunc dövründə. Dini təsəvvürlərində də dəyişiklik olur. Artıq enolit dövründə onlar insanları evlərin içərisində aralarında dəfn elədiyi halda bu dövrdə evlərdən kənarda dəfn eləməyə başladılar əvvəlki kimi və dəfn elədikləri insanların üzərində kurqanlar qururdular, kurqan təpələr qururdular və xüsusi ibadət evləri yarandı. Qazaxda Baba Dərviş, Xaçmazda Sərkar təpə, Naxçıvanda 1-ci Kül təpə ibadət evləri olmuşdur. Keçək indi sizlə Tuncun digər mərhələsinə, Orta Tunc dövrünə. Orta Tunc dövrü Azərbaycanda eradan əvvəl 3-cü, 2-ci minillikləri əhatə edibdi. Təxminən yarım minillikdən çox bir dövrdə mövcud olmuşdur. Orta Tunc dövründə Erkən Tunc dövründən başlayan əmlak bərabərsizliyi daha da dərinləşmiş. Erkən Tunc dövründə olduğu kimi yenə dairəvi evlərdə yaşamış və o dövrdən olduğu kimi bu dövrdə də yaşadıkları evlərin ətrafına müdafiə qalaları inşa eləmişdilər. Çünki tayfaların getdikcə varlanması, iri tayfa birliklərinin, ən əsası da böyük tayfaların iri tayfa birliklərinin meydana gəlməsi, varlı kasıb təbəqənin formalaşması, varlı şəxslərin özlərini digərlərindən qorumaq üçün evlərinin ətrafına müdafiə tədbirlərini həyata keçirmələrinə səbəb olurdu. İri tayfa ittifaqlarının yaranması, Ön Asiya, Yaxın Şərq ölkələri ilə Mesopotamiya ilə olan əlaqələrdə Azərbaycanda bu dövrdən iri yaşayış məskənlərinin, şəhərlərin meydana gəlməsinə səbəb olur. Bunlar Urmiyada Göytəpə, Tovuzdakı Göytəpə ilə qarışdırmırıq, o Neolit dövrünə aiddir. Naxçıvanda Oğlanqala 2-ci Kültəpə, 1-ci Kültəpə Erkən Tunc dövründə ibadət evi, 2-ci Kültəpə yaşayış yeri və Qarabağda Üzərliç təpə yaşayış yerləri, şəhərləri idi. Bu dövrdə ən mühüm yeniliklərdən biri qədim incəsənət çiçəklənir. İncəsənətin deməli çiçəklənmə dövrü Orta Tunc dövrünə təsadüf eləyir. Yeni təsərrüfat sahələri meydana gəlir. Bunlar hansılar idi? Bağçılıq, bostançılıq, üzümçülük, şərabçılıq. Orta Tunc dövründə ikinci ictimai əmək bölgüsü də baş verir. Sənətkarlığın inkişaf etməsi, duluz çarxlarından inkişafın təkmilləşməsi, metallurgiyanın inkişafı ikinci ictimai əmək bölgüsünə təsir göstərir. Bu arada bu dövrdə mal mübadiləsi də genişlənir. Mübadilədə əsasən maldar tayfalar aparıcı rol oynayırdılar. İkinci ictimai əmək bölgüsü nəticəsində sənətkarlıq digər sahələrdən ayrılır, sənətkarlıq müstəqil bir peşəyə çevrilir. Dərsi toparlayaq və keçək indi də Son Tunc dövrünə. Son Tunc Erkən Dəmir dövrü Azərbaycanda eradan əvvəl 2-ci, 1-ci minillikləri əhatə edilir. Biz Dəmir dövrünü Tuncla eyni anda öyrənirik. Sadəcə Dəmirin Tuncdan fərqi odur ki, Dəmir dövründə adından da bəlli olduğu kimi dəmir əmək alətlərindən istifadə olunubdur. Dəmir Tunca da, misə də nisbətdə təbii ki, daha möhkəm, daha dayanıqlı idi. Son Tunc dövründən etibarən siklopik qalalara, təpəgöz tikililərə rast gəlinir. Bu müdafiə qalalarının da yenə yerlərini və adlarını bilməliyik. Bunlar yeni əlavə olunubdur. Bax, o birlər əvvəlcə var idi. Naxçıvanda Çalxan qaladır. Bax, bu Naxçıvanda yerləşir. Gədəbəydə Arıqdamdır.
və demək Qarabağ ərazisində də, Xocavənddə də Nərgiz təpədir ki, bunlar son Tunc dövrünə aid siklopik qalalardır. Bu dövrdə demək yeni tayfa birlikləri, yeni tayfalar yaranır. Deməli tayfa yarandı hansı dövrdə? Erkən Tuncda. İri tayfa ittifaqları nə vaxt yarandı? Orta Tuncda. Yeni tayfa birlikləri bizdən soruşsalar nə vaxt yarandı? Biz deyirik, o da son Tunc dövründə meydana gəlir. Hərbi iş əsas məşğuliyyət sahəsinə çevrilir. Yenə təbii ki, tayfanı ağsaqqallar idarə eləyirdi. Artıq son Tunc dövründə hərbi işin əsas məşğuliyyət sahəsinə çevrilməsi və müharibələr zamanı ərazilərə gətirilən qulların, çoxlu qulların gətirilməsi kollektiv təsərrüfatın əhəmiyyətini itirirdi. Bu da bərabərsizliyi daha da dərinləşdirirdi. Varlı kasıb təbəqəni daha da biruzə verirdi, ortaya çıxardırdı. Bir də yadımıza salaq, əmlak bərabərsizliyi də yaranmışdı Tuncun ilk mərhələsində, erkən Tuncda. Hətta onun ilk demək nümunələrinə rast gəlinir enolit dövründə bu arada. Bu dövrdə ayaqla hərəkət edilən duluq çarxlarından istifadə olundu. Üçüncü ictimai əmək bölgüsü baş verdi. Yəni ki, bu dövrdə mübadilənin genişlənməsi nəticəsində ticarət, tacirlər qrupu sənətkarlardan ayrıldı və tacirlik müstəqil bir peşəyə çevrildi. Hər üç ictimai əmək bölgüsü haqqında sizlərə məlumat verdim. İbtidai icma quruluşunun dağılmasından da danışsaq, dedik ki, kollektiv təsərrüfatın öz əhəmiyyətini itirməsi, əmlak və sosial bərabərsizliyin dərinləşməsi, həddindən artıq məhsul istehsalı Azərbaycanda məhz ibtidai icma quruluşunun dağılmasına səbəb olmuşdu. Oğuzdakı Kərimli və Qarabağdakı Xocalı kurqanlarından tapılan demək maddi nümunələr də Azərbaycanda ictimai bərabərsizliyin və artıq ibtidai icma quruluşunun dağılmasının əlamətləridir. Bu videoda ibtidai icma quruluşu haqqında sizlərə məlumat verməyə çalışdım. Nə ki suallarınız, təklifləriniz, rəyləriniz olarsa şərh bölümündə qeyd edin. Videoların davamı üçün məni də motivasiya etmək adına videonu bəyənib kanala abunə olmağı da unutmayın. Qeyd elədiyim kimi növbəti video izahlarımızda Azərbaycan tarixindəki yeniliklərə dair və digər bölmələr üzrə də olan izahlar sizlərə təqdim olunacaq. Videonu izlədiyiniz üçün təşəkkür edir. Hər birinizə fəaliyyətinizdə uğurlar arzulayır. Növbəti videolarda görüşənə qədər sağ olun, salamat qalın.